Salam aleykum, axşamınız xeyir. Özüm üçün immun sistemini qaldırmaq üçün məzun düzəldirdim. Dedim elə çəkim Allah üçün, sizə də faydalı olsun. Kim istəyər özü üçün düzəldər. Bu bizə nə fayda verir? Bu bizim immun sistemimizi mükəmməl qaldırır. Sonra leykositləri qaldırır Allahın izni ilə. Sonra limfositləri qaldırır. Bədəni bir sözlə gücləndirir. Bəzi insanlar var, əməliyyata hazırlaşır. Bax, əməliyyat qabağı bunu düzəldib istifadə edə bilərsiniz. Kim ki, əməliyyatdan çıxıb halsızdır, yəni o insanlar istifadə edə bilər. İnşallah. Demək, bizə nə lazımdır? Hamısını sizə ətraflı mən göstəreyim. Və məhsulları da sizə göstərim ki, çalışın məhsul tapanda keyfiyyətli məhsul tapın ki, fayda görəsiniz. Gedib, yəni, haradan gəldi, nəsə gəldi, alın. Bir dənə yaxınlaşdı zəhmət olmasa. Bax. Bu sarı kök, adi sarı kökdür. Bu isə ekstraktıdır. Kurkumin də deyirlər. Baxın, bax, belə olur. Bu belə olur. Əslində belə olmalıdır. Bu üyüdülmüşdür. İndi bu mənə lazımdır. Üyütmüşəm. Sadəcə olaraq mən sarı kökləri sizə göstərirəm. Bax, limfalar şişəndə çox mükəmməl fayda verir. Qaraciyər xəstəliklərində, şəkər xəstəliklərində sarı kök. Amma yaxşı sarı kök alın. Bu belə. Bu bizə lazım deyil. Demək, qırmızı jenşen. Hər ikisi qırmızı jenşenin adına almışam, amma əslində görürsünüz, bax, budur. Bu da qırmızı jenşendir, amma bu da heç. Sadəcə sizə göstərməyə görə aldım ki, yəni çalışın məhsulları etibarlı yerlərdən alın inşallah. Demək, gülən çiçək tozudur, zəncəfildir, qara küncütdür, bir də demək 50 qram propolisdir. Propolis təbii ki, göstər. Önədə şey üydülüb. Bunlar hamısı üydülüb, özdə quru vəziyyətdə. Propolis isə marazelkada saxlaması. Bunu biz kiçik rəndədən keçirtməliyik Allahın izni ilə. Qramlarını da sizə deyim nələr lazımdır. Bizə lazımdır 1 kiloqram bal. Bu meşə balı da olar, şabalıd balı da ola bilər. Çalışın tünd ballardan istifadə edin, yaxşı qan artırır. Demək, 20 qram zəncəfil tozudur, quru vəziyyətdə olmalıdır. Sonra 50 qram sarı kökdür, 50 qram jenşendir. Demək, bu 50 qram çiçək tozudur, 100 qram güləmdir, 100 qram küncütdür. Bu da 50 qram propolisdir. 1 kiloqram da inşallah ki baldır. Bismillah. Bal tökürük qəşəng. Yəni mən bilirsiniz necə, mən onsuz bunu özüm üçün düzəldirəm də. Elə dedim çəkim paylaşın. İnşallah ki kim istəyər özü üçün düzəldər və yaxud da ki ailə üzvlərindən kimsə immunitet zəifliyi ilə əziyyət çəkirsə düzəlsin. Düzdür, biraz belə baha başa gəlir. İndi bunlar məsələn qırmızı jenşendir, bahalı olan bir şeydir. Sarı kökün ekstraktı bahadır. Zəncəfil biraz ucuzdur. Güləmdir, bahadır. Məsələn çiçək tozu biraz ucuzdur. Propolisdən yaxşı propolis bahadır. Bir də ki, xatırladım ki, Roman bəy dedi ki, küncüt yox, çörək otunu üyütmüşük. Yox. Bu çörək otu deyil, bu qara küncüt. Qara küncütdür. Qara küncütdür bu. Qara küncüt, çörək otu deyil. Demək, bismillah başlayırıq demək zəncəfildən. Qəşəng zəncəfil tökürsünüz. Çörək otu da əlavə edə bilərsiniz, amma çörək otu deyil bu, küncütdür. Demək, əlavə onlar da yaxşı olur, da fayda verir. Demək, sarı kök də tökdük. Sarı kökün ekstratı hər zaman deyir ki, şəkər xəstələrine çox fayda verir. Limfaları şişənlərə də gözəl fayda verir, şəkər xəstələrinə, qaraciyər xəstəliklərində. Bəli. Sonra qırmızı jenşen. Bunu da əlavə edirik. Çiçək tozu. Bu elə bir məzundur ki, məsəl var, deyir, ölü yeyər dirilər. Bax, elə bir şeydir bu. Ölü yeyər dirilər. Yəni, o vaxt İrana gedəndə bir kişi qaymaq satırdı. Dedim, əmin nə satırsan? Dedik, qaymaq. Dedim, əşi qaymaq nədir? Dedi, gəl bura bir də sən ye. Bunu dedi, ölü yeyər dirilər. Mən də həqiqi bunu gördüm. Həqiqətən də mükəmməl bir şey idi.
Güləm dünyanın ən dəyərli qidasıdır. Çox mükəmməl bir şeydir. İndi inşallah bir dənə də biz Allahın izni ilə bunu da rəndələdən keçidə. Bu xatırladım ki, mağazakada saxlamalısınız. Bir gün, 2 gün saxlayın, daş kimi olsun. Sonra bunu üyüdün. Yoxsa bu alınmayacaq. Belə yapışqan kimi olur bu aşağıda saxladığın kimi. Bu mağazakada. İndi videonu zəhmət olmasa pauza ilə saxla, bir dənə bunu üydək. Demək, rəndələdik. Baxın, görürsünüz. Bunu tez eləməlisiniz də. Yoxsa bu əriyən bir şeydir. Sonra da bu yapışqan kimi olur, alınmır. Bunu qəşəng belə elə bil ki, bax belə xırda-xırda səpələyirsiniz macunun üzərinə. Bunu elədinizsə tez, bax görürsünüz, yenə də yapışqan kimi olur. Sonra da bunu yaxşı-yaxşı qarışdıracağıq. Yaxşı-yaxşı bunu qarışdırırıq. İstifadə qaydası necə olacaq bunun demək? Səhər, günorta, axşam. Yeməkdən yarım saat qabaq bir çay qaşığı yeyirsiniz. Uşaqlara da verə bilərsiniz. Çox balaca uşaqlara belə çay qaşığının ucunda verin də. Amma məsələn üçün uşaqlara yarım çay qaşığı verə bilərsiniz. Səhər axşam 2 dəfə verin. Problem yoxdur. Heç olmasa bir 5 yaşından, 7 yaşından, 5-6 yaşından yuxarı verə bilərsiniz. Problem yoxdur. Belə bir şey olur. Görürsünüz, yaxından göstər bir dənə. Amma bunu yaxşı qarışdırın. İnşallah. Çalışın məhsulları. İndi bu ala bilərsiniz. İtibarlı yerlərdən ala bilərsiniz. Problem yoxdur. İşte klublarda da olur. Oradan da ala bilərsiniz. Problem yoxdur. Alın. Kimsəndə düzəldə bilməsə, məhsullar tapmaqda çətinlik çəksə, inşallah deyər, biz düzəldib verərik. Yəni, gücümüz yetdiyi qədər də düzdür, hamıya da çatdıra bilməsək, bunun gücümüz kimə yetir ona. Amma mən göstərdim. Əsas gedin öz alın bunları, düzəldin. Bu da çətin bir şey yox. Toparlayın bunları, düzəldin, istifadə edin. Yaşlı insanlar var, iş adamları var, tapa bilmirəm, onda müraciət edərlər, düzəldib verər. İndi təbii ki, mən də 5-10 manat çörək pulu qoyacam bunun üstünə. Düzdür, bunlar, yenə də deyirəm də, o məhsullar bahalıdır. Qırmızı jenşenin yaxşısı bahalıdır. Saç köşkün ekstraktıdır, güləmdir, çiçək tozu biraz ucuzdur. Yaxşı bal özü məsələn üçün ucuz almaq olmur. Bax belə. İstifadə qaydasında dedim sizə inşallah istifadə edərsiniz. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Bax belə, onkoloji xəstələrə tövsiyə edirəm məsələn üçün ximioterapiya alırsınızsa, onunla yanaşı bundan düzəldin, istifadə edin. Yəni ki, ximioterapiyanın vurduğu fəsadları bunun aradan qaldıra bilərsiniz. İmmun sistemin yüksək saxlayın ki, müalicəyə də tab gətirə biləsiniz. Ximioterapiya belə deyim, insanı zəiflədir. Amma məzunundan belə bir şeylərdən istifadə eləsəz, bununla yanaşı utin də alıb, məsələn 1 kiloqram və yaxud yarım kiloqram utin də alıb, bununla yanaşı onu da istifadə edə bilərsiniz. Bax belə. İndi kim düzəldə bilməsə, problem yoxdur. Aşağıdan yoldaşımın səhifəsini sabitləyəcəm, Gülü roman görəcəksiniz. Müraciət edərsiniz, düzəldərlər, verərlər. Mənim açığı özümün vaxtım yoxdur. Prosta mən bunu özüm üçün düzəltdiyim üçün çəkdim, göstərdim. Allah üçün. İnsanlar fayda görsün. İndi sonra orada gəlib yazmayın ki, göstərmədiniz, demədiniz. Mən hamısını göstərdim burada. Təbii ki, yəqin ki, qaranda bir şey qalmadı. İndi sabahdan özüm mən bunu istifadə edəcəm. Ara sıra mən düzəldirəm, düzəldirəm. Qəşəng istifadə edirəm. Bax belə. Çox sağ olun, var olun. Allah bütün xəstələrə şəfa versin, yardım etsin inşallah. Amin. Və bu xolodilnikin aşağı gözündə saxlanılmalıdır. Yəni morozilkada yox, aşağı gözündə. Banka yığandan sonra orada saxlayın inşallah.